Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Sürət məsələlərinin 3-cü hissəsindən qarşınızdayıq. Bu gün sizə əks istiqamətli hərəkət məsələlərinə baxacağıq. Birinci hissədə sürətlə bağlı çevirmələr, ümumi anlayışlar. İkinci hissədə qarşı-qarşı hərəkət. Bu gün isə 3-cü hissədə əks istiqamətli hərəkətə baxırıq. Sualların izahına keçməmişdən öncə əks istiqamətdə biz əsas düsturumuz, qaydamız nədən ibarətdir? Baxın, bir məntəqədən iki maşın əks istiqamətdə yola düşürsə, bunun birinin sürəti V1, birinin sürəti V2-dirsə, dəyərli müəllimlər, S bərabərdir V1 üstəgələk V2 vurulsun T düsturumuz olacaq. Necə ki, qarşı-qarşıya düsturumuz sürətlər cəmidir, eləcə də əks istiqamətdə sürətləri bu formada biz toplayırıq. Burada biri var, eyni məntəqədən yola düşərlər. Bir də var, bəzən belə olur ki, tutaq ki, bu məntəqədə bunların arasında bəlli bir məsafə olur, sonra yola düşürlər. Məsələn, 30 kilometr deyir. Deyir, 5 saatdan sonra tutaq ki, bunların arasındakı məsafə 400 oldu. Biz hər zaman belə olanda avtomobillərin getdiyi yolu tapmaq üçün, yəni nə qədər artım baş verib, o 400-dən çıxırıq 30-u bərabərdir. Tutaq ki, qalır 370. Demək, bu iki maşın birlikdə 370 gedibmiş. Çünki 30 gedilməyən məsafədir. Ortada qalan məsafədir. İndi bunu əsasən gəlin həll eləyək cavablarımızı. Suallarımızı bir-bir analiz edək. Baxırıq birinci suala. Bir məntəqədən eyni anda əks istiqamətdə velosipedçi və sürəti 21 km olan motosikletçi yola düşdü. Motosikletçi 84 km yol gedərkən onlar arasındakı məsafə 144 km idi. Bu məntəqədən yola düşürlər. Tutaq ki, indi bu məntəqədən yola düşüb, motosikletçi gəlib bura çıxıb, velosipedçi də bura çıxıb. Motosikletçi 84 km yol gedib. Yenə keçən dərs izah elədiyim kimi, dəyərli müəllimlər, mütləq, buradan yazım, 84 km. Mütləq sürət məsələsini vizual olaraq çəkməyə çalışın. 84 km və arasındakı məsafə 144. Onda belə çıxır ki, bu 144-dən çıxıram 84-ü, görək nə qədər qalır? 144-dən 84-ü çıxanda qalır 60 km. Onda belə çıxır ki, 60 km velosipedçinin getdiyi yoldur. Tamam, hər birini tapdıq. İndi motosikletçi 84 km yol gedib. Hansı sürətlə gedib? 21 km sürətindən. O zaman neçə saat yolda olub? 84-ü bölərəm 21-ə, bərabər eləyər 4 saat. Bu motosikletçinin zamanıdır. Eyni vaxtda yola düşdüyündən, demək velosipedçi də bu qədər yol gedəcək. Bu müddət ərzində 60-ı bölərik 4-ə, velosipedçinin sürətini tapa bilərik. 15 km bölünsün saat. Burada yazıram, bu velosipedçinin sürətidir. İndi cavabdan bizdən sadəcə velosipedçinin sürətini də soruşa bilər. Amma burada biraz fərqli bir şey soruşur. Velosipedçinin 2 saata getdiyi yolu hesablayın. Əlavə olaraq bu velosipedçinin 15 sürətini də mən 2-yə vuracam. Bu da eləyəcək 30 kilometr. Doğru cavab B variantı. Yəni burada biz nə etdik? Mərhələlərə baxaq. Əvvəlcə ümumi 144 gedilibsə, bunun 84-ü motosikletçinin payına düşürsə, 60 km velosipedçinin payına düşür. Bundan əlavə olaraq neçə saat yolda olduğunu tapmaq üçün 84-ü 21-ə bölürsən, 4 saat motosikletçi gedibsə, demək 4 saatda velosipedçi gedəcək. Velosipedçinin getdiyi yol məlum, zamanı məlum, yolu zamana bölüb sürətini taparıq və sonra da onu 2-yə vurarıq. İkinci sualımıza baxırıq. Aralarındakı sürətlər fərqi 10 km saat olan iki nəqliyyat vasitəsi eyni anda, eyni nöqtədən əks istiqamətlərə doğru hərəkət edir. Tutaq ki, bu nöqtədən əks istiqamətlərə doğru hərəkət edir və bunların sürətləri fərqi 10-dur. Sürətlər fərqi 10 olmaq nə deməkdir, dəyərli müəllimlər? Biri o birindən 10 vahid böyükdür. Onda bunun birinin sürəti V olsun, digərinin sürəti V üstəgələk 10 olsun. Yəni sürətlər fərqi. 2 saat sonra onlar arasındakı məsafə 200 km oldu. Düsturumuz hansı idi? T vurulsun V1 üstəgələk V2 bərabər S. Sürətlər məlumdur, zaman məlumdur, məsafə məlumdur. Gətirib yerinə yazıb hesablayacağıq. 2 vurulsun. Birbaşa müəllim, mən düstursuz yazdım. 200-ü 2-yə böldüm. Elə də eləyə bilərsən. Yəni o düstursuz dediyin əslində bu düsturun qayda qanunudur. Zaman vurulsun, sürətləri cəmi, yəni V üstəgələk 10 üstəgələk V bərabər 200 km. İndi burada mötərizənin içərisi 2V üstəgələk 10 bərabər 202-yə böləndə 100 alınır. Buradan 2V bərabərdir 90, V də bərabər 45.
Bizdən soruşulan daha yavaş hərəkət edən nəqliyyat. Elə V45-dir. Desək ki, sürətli hərəkət edən nəqliyyat vasitəsi 45-in üzərinə 10 gələrik. Bu da eləyər 55 sürətli hərəkət edən vasitə. Bizdə az olan doğru cavab D variantı. Növbəti 3-cü suala baxırıq müəllimlər. Bunu yenə deyirəm, çəkin çertyojla vizual olaraq görün. Aralarındakı məsafə 50 km olan iki məntəqədən. Bayaqki suallardan, ilk iki sualdan fərqli olaraq, burada eyni məntəqədən yox, iki məntəqədən. Bu nə deməkdir? Demək, məntəqələrin arasında onsuz da 50 kilometrimiz var idi. Biri buradan yola düşür, biri də oxlarla göstərirəm, buradan yola düşür. Aha, indi dəyərli müəllimlər. Bizə deyir ki, 6 saatdan sonra onlar arasındakı məsafə 410 kilometr oldu. Bu tiplərdə mən birinci nəyi tapmalıyam? Baxın, 50 kilometr var idi. 6 saat keçir, bu məsafə uzanır, olur nə qədər? 410 kilometr. Bu 410 kilometrin hamısını bu avtomobillər getmir ki, 50 kilometr onsuz da var idi deyə, biz bu 410 kilometrdən 50 kilometri çıxırıq ki, görək avtomobillərin payına nə qədər düşür. 410-dan 50-ni çıxırıq, qalır 360 kilometr. Bura yazıram, gedilən. Əla, gedilən. Artıq işimiz rahatdır. Avtomobillərin birinin sürəti digərindən 4 çoxdur. Demək onda, birinci avtomobilin sürəti V-dir, digər avtomobilin sürəti V üstə gələk 4-dür. Zamanımız 6-dır, T bərabər 6, S də bərabər 360. Hə, birbaşa 366-ya da bölüb oradan da yola çıxa bilərik. Hər bir şeyi tapdıq. Qalır bizdə yerinə qoyub hesablamaq. Yəni 6 vurulsun, V üstə gələk 4 bərabərdir 360-a. 360. Buradan 2V üstə gələk 4 bərabər 366-ya böləndə 60. Buradan 2V bərabərdir 60-dan 4-ü çıxanda qalır 56. V də bərabər 56-nı 2-yə böləndə 28. Demək, V-ni biz 28 tapdıq. Bizdən yavaş gedən avtomobilin sürətini soruşur. Yavaş gedən avtomobilin sürəti ilə V-dir, yəni 28. Sürətli soruşsa 28-in üzərinə 4 gələrdik, eləyərdi 32. Yəqin ki, bunun da mahiyyətini başa düşdünüz. Burada bizdən əsas olaraq nə istənilir və şərt necə verilib. Növbəti baxırıq 4-cü sualımıza. Aralarındakı məsafə 30 kilometr olan iki məntəqədən. Yenə dəyərli müəllimlər, baxın. Burada iki məntəqədir və bunların arasındakı məsafə 30 kilometrdir. Əks istiqamətdə iki avtomobil yola düşür. Biri buradan yola düşür, biri də buradan yola düşür. Birinci avtomobil ikinci avtomobildən 4 saat əvvəl yola düşmüşdü. Birinci avtomobil buradan yola düşür, ikinci avtomobil buradan. Və ikinci avtomobil 2 saat getdikdən sonra onlar arasındakı məsafə 566. Biz əvvəlcə nəyi tapmalıyıq? Əvvəlcə tapacağımız odur ki, hər avtomobil neçə saat yol gedib. Bax, birinci avtomobil 4 saat gedir. İkinci avtomobil yola düşür və bundan 2 saatdan sonra onda nəticə olaraq deyə bilərik ki, birinci avtomobil bərabərdir 6 saat yol gedir. 4 saat öz getdiyi yol, ikinci avtomobil yola düşəndən 2 saat, üzərinə 2 saat gəlir. Bəs ikinci avtomobil neçə saat yol gedir? İkinci avtomobil isə 2 saat. Elə bu 2 saat getdikdən sonra 2 saat yazırıq. Yaxşı, bunları bildik. İndi bəs bunların 60 km saat olarsa, bu 566 da var. Mən bu 566-dan nələri çıxacam? Bax, diqqətlə mənə qulaq asın. Çıxacam, burada bir mötərizə çəkirəm. 30 km. Bu 30 km onsuz da gedilməmişdir. Birinci avtomobilin sürəti 60. Birinci avtomobilin sürəti məlumdur. Zamanı məlumdur. Onda birinci avtomobilin nə qədər getdiyi yolu tapa bilərəm. 60-ı vuraram 6-ya, bərabər 360 km. Bu 360 ikincinin yoludur. Üstə gəl 360. Demək, bax, əzbərləmək lazım deyil. Məsələni özününkiləşdirmək lazımdır. Bu 566 kilometrin 30 kilometri ortada qalan gedilməyən məsafədir. 360 birincinin getdiyi yoldur. Nəticə olaraq ortadakı məsafə ilə birincinin getdiyi yolu ümumidən çıxanda ikincinin getdiyi yolu tapa bilərəm. Bəli, çox rahat. 566-dan 390-ı çıxıram. Bu da qalır 176 kilometr. Bu 176 kilometr nədir? İkincinin tapdığı və hər zaman sual verir. Getdiyi yol.
O zaman ikincinin getdiyi yol 176 kilometrdir. Bəs ikincinin zamanı nə qədərdir? 2 saat. Bu məntiqə əsasən 176-nı bölərəm 2-yə eləyər nə qədər? 88. Demək ikinci maşının da sürəti 88-dir. Yəni heç düstursuz birbaşa burada aydınlaşdırdım ki, hardan, niyə, necə yazdım. Baxırıq müəllimlər 5-ci sualımıza. Bu sualı məqsədli şəkildə verdim, çünki biz artıq qarşı-qarşıya hərəkəti anlamışıq. Bugün əks istiqamətdə hərəkət anlayırıq və bu məsələdə bunun ikisi də tələb olunur. Yəni bu sualda. Bizə deyək ki, şəkildə təsvir olunduğu kimi avtomobillər A və B məntəqələrindən eyni anda qarşılıqlı olaraq hərəkət etməyə başlayırlar. Neçə saatdan sonra onlar üçüncü dəfə qarşılaşırlar. Əslində qarşılaşma sözü olsa da burada da həm əks var, həm qarşılaşma. Bir qapalı fiqur üzrə hərəkət. Baxın, avtomobil A-dan buradan yola düşür, B-dən buradan yola düşür. Bunların birinci qarşılaşma nöqtəsi tutaq ki, budur. Bu təbii ki, yol biri var belə olsun, bir də var belə olsun da. Nə fərqi var? Eyni yolda. Elə bil biri buradan gəlir, biri buradan gəlir. Yolu elə bil belə qatlalamışıq. Bu müddətdə bunlar hansı yolu gedəcəklər? A, D, bax buradan bura qədər 60 kilometrdir. 60 kilometrdir. Burada 60 kilometrdir. Düz bucaqlıda burada 40. Tutaq ki, dəyərli müəllimlər, 40 kilometr, burada 60 kilometr. Burada 40 kilometr. Bunların birinci görüşməyini biz gəlin analiz eləyək. Bax, buradan bu gəlir. Tutaq ki, birinci nöqtə buradır. Birinci görüşəndə bunların getdiyi yol bu olmur. Bəli. Onda hansı məsafəni qət eləyirlər? 60 üstə gəlir 60. Buradakı 60, bu 60 üstə gəlir 40. Bərabərdir 160 kilometr. Və bunların sürətləri də var. Qarşı-qarşıya sürətlərdə nə edirdik? Toplayırdıq. 160-ı bölürsən sürətləri cəminə. 25 üstə gəlir 15-ə. 25 ilə 15 elədi 40. 160-ı da 40-a böldü, elədi burada 4 saat. Demək, burada 4 saatdan sonra bunlar birinci dəfə. İndi məsələnin kulminasiya nöqtəsi, dəyərli müəllimlər, artıq növbəti dəfədir. Burada bunlar görüşdülər. Burada görüşəndən sonra artıq bu bir tərəf hərəkət edir, bu bir tərəfə əks. Fərqi yoxdur, onsuz da qarşıda olsa, əksdə olsa sürətlər toplanır. Növbət dəfə bunlar gəlir, yenə hardasa görüşürlər. Birinci dəfə üçün bir dənə bu 40 kilometr əskik olur da, bu gedilmir. Növbəti görüşlərdə bütöv yolu gedirlər axı. Yəni tutaq ki, maşınlar gəliblər. Bax bunu sizə göstərirəm. Bu nöqtədə görüşməyiblər. İndi bunlar növbət dəfə görüşməsi üçün bu buradan gələcək, bu da buradan gələcək. Bütöv yol gediləcək. O bütöv yol gedildiyinə görə biz növbəti görüşlərdə tam yolu hesablayacağıq. Tam yolda bunun perimetridir. 60 buradır, 40 da bura. 2 vurulsun, 60 üstə gələk 40. Eləyir 200 kilometr. İndi ikinci görüş üçün 200-ü böləcəksən 25 üstə gələk 15-ə. 25 ilə 15-i toplasaq 40, 205 saat. Bura yazıram. İkinci görüş, ikinci dəfə. Artıq növbəti dəfəni bir belə yazmağa ehtiyac yox. Bir 5 saatda keçəcək, 5 saatda keçəcək üçüncü görüş. Demək müəllimlər, birinci görüşümüz üçün 4 saat keçib, ikinci görüşümüz üçün 5 saat keçib, üçüncü görüşümüz üçün 5 saat keçib. Bu da eləyir 5, doğru cavab 14 saat. Doğru cavab bura B variantı. Yəni məntiq nədən ibarətdir burada? Birinci dəfə görüşəndə bu qarşı əks sonsuz hərəkət növbələşir. Birinci dəfə görüşəndə bir dənə bax bu hissə gedilmir, qalan hamısı gedilir. Növbəti 2 görüşdə isə bütün məsafələr gedilir. Bu qədər müəllimlər. Məsələ, yəni mahiyyət burada izah xatirinə izah deyil. Hər izahda bildiyinizi möhkəmləndirmək və ya yeni nəsə öyrənməkdir. Kanala abunə olub paylaşmağı unutmayın dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.